İşəmşavarın növbəti çəkilişidir. Bəzən insanlar işlərindən şikayət edirlər. Baxın, belə çətin işlər də var. Tullantını topladıqdan sonra bu qardaşlar yorulmayasınız. Çeşidləyirlər. Gördüyünüz kimi kardonu yığırlar. Gördüyünüz bu məkanda gələn tullantılar bu formada burada çeşidlənir. Görürsünüz. Yorulmayasınız dostlar. Görürsünüz plastiklər bura, kardonlar bura və digərlər də bunkerlərə tökülür. Salam verin. Necəsiniz? İşiniz həmişə olsun. Sağ ol. Sizin de işiniz avamdır. Hə? Sizin de işiniz avamdır. Sağ olun, sağ olun, sağ olun. Görürsünüz, hanımlarımız, bibilərimiz bu formada salafanları yığırlar, plastikləri yığırlar. Burada bizim əməkdaşımız Mr. Tural, Orxan və biz fərqi yoxdur. İşin olduğu hər yerdəyik. Bilməm, nə atın bura? Bu nədir? Bu atın? Yok. Onu bu atın. Kapağını açmalıyım. Kapağını ver. Kapağını açmalıyım. Bura aldı. Kapağını da bura koyun. Kapağı bura. Bura isə digər hissədir. Məişət tullantıları burada yandırılır və enerjiyə çevrilir və gördüyünüz tullantılar yanandan sonra bu formada yerdə dəmir qalır və küldür bu. Kül və dəmirə çevrilir və bu dəmir də yenidən emal olunur və yanma bu formada olur. Gördüyünüz kimi sobada 1000 dərəcə sobada yanır və zavod bu formada idarə olunur. Və gələn tullantılar gördüyünüz kimi daxil olur zavoda və buradan idarə edir və tullantını gördüyünüz kimi götürür, getdi yanmaya. Bayaq gördüyümüz yerdən kesid edirik bura və sobalardır. 1000 dərəcədə görürsünüz, tullantılar yanır Martin sobasında və bu yanan tullantılar enerjiyə çevrilir. Və Bakıda yandırılan il ərzində tullantılar Gəncə boyda şəhərin elektrik enerjisinin təminatı üçün yetərlidir.